A və B tərs mütənasib cəmiyyətlər olarsa, x çıxılsın y fərqini tapın. Tərs mütənasib cəmiyyətlər üçün y bərabərdir k bölünsün x-dən alırıq ki, k bərabərdir x vurulsun y-dir. Yəni hasilləri bir-birinə bərabər olmalıdır. Buradan 21 vurulsun x bərabərdir 15 vurulsun 14, o da bərabərdir y vurulsun 105 olduğunu alırıq ki, bu ikisindən x-i təyin eləyə bilərik. X bərabərdir 15 vurulsun 14 bölünsün 21. 7-yə ixtisar aparsaq 2, burada da 3. 3 ilə 15-i ixtisar aparsaq 5. Burada 1, 5-i vursaq 2-yə 10. X-i 10 olaraq təyin etdik. Digər tərəfdən eyni zamanda buradan da y-i təyin eləyə bilərik. Y vurulsun 105 bərabərdir 14 vurulsun 15. Y bərabərdir 14 vurulsun 15 bölünsün 105. 15-ə ixtisar aparsaq burada 7 qalar. 7 ilə 14-ü ixtisar aparsaq 2. Y-in qiymətini də 2 olaraq təyin etdik. Bizə lazımdır x çıxılsın y fərqi. 10 çıxılsın 2 bərabərdir 8 olar. Doğru cavab A variantı oldu.